Hər vaxtınız xeyir olsun əziz dostlar. Bugün mühüm bir mövzu haqqında danışmaq istəyərdim. Niyə bəzi insanlar həyatımızdan birdən yox olur? Həmişə kim olduğu kimi dərin mövzular haqqında danışıram. Çalışıram ki, onu 8-9 dəqiqəlik video içinə yerləşdirə bilim. Bilmirəm alınır ya yox. Bunu siz özünüz dəyərləndirərsiniz inşallah. Qayıdırıq mövzumuza. Niyə bəzi insanlar həyatımızdan birdən yox olur? Bir gün çıxır gedir. Yeni bir mərhələyə siz addım qoyanda sizə xidmət etməyən insanlar, bu dost da ola bilər, bu sevgiliniz də ola bilər. Birdən-birə sistem sanki sizi onlardan uzaqlaşdırır. Sistemin bir xidməti var. O da ki, belə deyim, sizə aid olmayan nə varsa həyatınızdan çıxır. Çünki siz başqa bir boyuta keçirsiniz. Və o boyutda o insanlar aşağı frekansda olan insanlar. Nə bilim, aşağı levelda deyim, nə də deyim, yəni düzgün anlayasınız. Onlar qalır elə bir növ aşağı mərtəbədə və siz yavaş-yavaş ucalırsınız. Məndə də bu belə olmuşdu. Proses məndə 2024-də başladı. Yeni 9 illik sikldan, yəni sonuncu 8-ci il, 9-cu ilin siklı idi, belə deyək. 9-cu ilə keçirdi və 9-cu il, yəni bilirsiniz də hər sikl var. İndi biz yeni 9 illik sikla 2026-da başladıq. Ona görə bu hadisələr baş verir dünyada, yəqin bilirsiniz. Mövzudan uzaqlaşmaq istəmirəm. Mənim həyatımdan o insan çıxdı və birdən baş verdi bu. Bir gün var, sabah o insan qərar verdi ki, olmaq istəmir məndən. Qəbullandım. Yeganə bizim etdiyimiz səhv nədir? Biz qəbullanmırıq. Biz başlayırıq müqavimət göstərməyə. Çünki biz arxa, elə bir də pərdənin arxasında nələr baş verir, biz onu görmürük. Və biz görməyimizin də zaten ehtiyac duymuruq biz ona. Nəyə görə? Biz, mənim ən böyük problemim güvənsizlik olub, düşünürəm. Güvənsizlik prosesə, yəni Allahın qurduğu plana. Mən çox imtahandan başa düşdüm ki, və mənim missiyam da buydu ki, mən güvənməliyəm. Və mənim karmik bu, nə deyirlər ona? Karmik yazılan proqramlarımda da bu var idi. Biz deyirik, məsəl üçün, niyə belə oldu? Biz bağlanırıq, buraxmaq istəmirik. O dəqiqə elə bir haldır ki, mən bunu yaşamışam deyənə deyə bilərəm. Barışmaq istəmirik sanki. Ona görə güvən haqqında dediyim, güvən olmalıdır. O insanlar o yolda bizim getdiyimiz yeni yolda olmamalıdır. Onlar seçmirlər çünki daha yüksək mərhələni. Onlar aşağı mərhələdə qalırlar. Ona görə biz sadəcə bununla barışıb öz yeni yolumuzda yeni insanları qəbul etməliyik. Təbii ki,
ilk mərhələdə bu çətin olur. Sonra biz anlayırıq niyə proses belə oldu. Emosiya qapanıb əgər biz hansısa bir qərar veririksə, 99% hallarda o qərar yanlışdır. Çünki biz insanlar emosional bağlanırıq və hər bağlandığımız şey bizi qəfəsdə saxlayır. Biz rahat ola bilmirik. Ona görə də bəzi hallarda Allah insanları həyatımızdan çıxarır ki, görür ki, biz ona bağlandıqca reallaşa bilməyəcəyik və bizim əsas məqsədimiz bu dünyada reallaşmaqdır. Əgər biz inkişaf eləmirik, stagnasiya deyilən bir şey var da, insan stagnasiyada qala bilmir heç vaxt. Ya yuxarı getməlidir, ya aşağı. 2 mərhələ var. Ya sən düşürsən, aşağı level'a, ya da ki qalxırsan. Stagnasiya deyilən bir şey yoxdur. Bu artıq baxır sən halında, sən nəyə qərar verirsən? Mən okey, anladım, gedirsən, öz həyatı, yeni həyatı qurursan, yoxsa qalırsan orada. Bunu artıq sən qərar verirsən. Və məndə necə oldu? Mən anladım ki, mənim gələcəkdə Allah mənim üçün böyük bir şeylər hazırlayıb. Planım var mənə görə. Və mən orada hətta karmik, belə deyim, bəzi məsələləri də anladım, niyə belə oldu. Onu dedim də artıq güvən falan, yəni. Onun üçün ayrı bir mövzuda daha doğrusu video çəkərəm. Əgər siz bəyəndinizsə, siz mövzular da yaza bilərsiniz. Yazın mövzuları, mən görürəm ki, siz yazmırsınız, mən də özüm seçərəm. Öz keçdiyim yollarda mövzularına görə istəyərdim ki, həm də siz də biraz prosesə qatılasınız, mənim üçün mövzu yazasınız, mən də o mövzu haqqında çəkim. Düşündüm, nə bilim, inanıram ki, 8 dəqiqəlik, 9 dəqiqəlik videoya bunu yerləşdirə biləcəm. Bilmirəm nə uzunluqda olacaq. Yəni, istəyərdim ki, anlayasınız ki, heç vaxt düşünməyin ki, bu sistem, yəni kainat sizə qarşı çıxır. Əslində o sizə işləyir. Sadəcə siz doğru bəzi şeyləri doğru anlasaz, udan tərəfsiz olacaqsınız. Mütləq, mütləq. İnanın mənə. Ona görə də anlayın ki, bu dünyada hər şey sənə xidmət eləyir. Sizə xidmət eləyir. Hər şey. Və çıxdığı bu insanlar ki var, sizin qarşınıza çıxır. O da elə belə çıxmır, o da sənə nəyisə öyrədir. Deməli, siz öyrəndiniz dərsi, anladınız ki, nə üçün bu insan gəldi, nə öyrətdi. Təşəkkür edirsiniz. Deyirsiniz ki, təşəkkür edirəm, dərin. Dua da etməlisiniz. Çünki dua həm də ona da lazımdır. Və o insan həyatınızda ona görə gəlir ki, siz də ona bir növ dua edəsiniz. Sistem gözəl işləyir, valla. Super işləyir. Sistemdə yəni heç bir bug yoxdur, heç bir səhv yoxdur. Ona görə təşəkkür edirsiniz və rahat anlayırsınız ki, dərsinizi anlayırsınız, daha doğrusu, əsas odur. Dərsinizi anlayırsınız və təşəkkür edirsiniz. Və gedirsiniz yeni həyatınıza. Mən sizə yeni başlayan siklda uğur arzu edirəm və inşallah mənim videolarım sizə yardım edir. Mən çox sevinərəm. Əgər kimsə mənim videomdan faydalansa, əgər kimsə bu yoldan keçibsə, kommentlərdə yaza bilər, fikirlərini paylaşa bilər. Mən hamıya cavab verəcəm bir-bir. Bu qədər. İzləmədə qalın. Yeni videolar gələcək mütləq. Çox sağ olun ki, izləyə bildinizsə mənim sona qədər. Nə yaxşı mənə, yəni. Çox sağ olun. Növbəti görüşlərə qədər.